Bir nəfər yolun kənarında gedirdi. Gördü bir şəxs yol qırağında görsən meyvə satırlar, edirlər. Bir şəxs əri, qaysı satır. Yaxınlaşdı ona. Gördü əri, qaysıdan əlavə əriyin dənəsini də, tumunu da satır. Dedi əri neçəyədir? Dedi məsələn 2 manata. Dedi onun dənəsini ki satırsan o neçəyədir? Dedi o 4 manata. Biraz qaldı. Dedi niyə elədi ki? Əriyin özü 2 manat, dənəsi tumu 4 manat. O satıcı dedi ki bu ona görədir ki bu dənəni yeyən, onu sındırıb yeyən, bu onun ağlın başına gətirir. Ağıllı olmaq istəyirdi bu da. 4 manat çıxartdı verdi, dedi 1 kilo mənə o dənədən ver. Aldı, gəldi elə bir qıraqda əyləşdi, bir dənə daş tapdı, başladı sındırıb yeməyə. Elə 1, 2, 3 sındırıb yemişdi, birdən dedi vay. Elə əriyin özünü alardı. Mən elə 2 manat verib 1 kilo ərik alardım. Özünü yeyərdim, sonra dənəsini sındırıb yeyərdim də. Mən niyə belə elədim? Durdu getdi satıcının üstünə. Kəşi sən məni allatdın, niyə belə elədin? Dedi, yox, mən səni allatmadım. Bax, mən sənə dedim, bu adamın ağlın başına gətirir. Ona görə baxadı. Doğrudan bu cürdür. Biz bir sıra işləri düşünmədən görürük. Ağlımızdan istifadə etmədən görürük. Sonra deyir, vay, belə oldu. Əvvəlcədən düşünsə insan, belə olmazdı. Bəs ağıldan faydalanmaq, ağıldan istifadə eləmək bizdən tələb olunur. Allah nə qədər Quranda bizi düşünməyə dəvət edir. Hətta bəzən danlayır ki, düşünmürlər. Bunların ağlı var. Fikirləşmirlər ki, bu belədir.